salamlayıram. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sağlıqlı Uşaq və Ailələr Dəstək Mərkəzinin direktoru Gülnar Babaşova. Bugünkü tədbirimiz bizim Ümumi Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Məndin, həmçinin Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Namiq Həşimov. Tədbirimiz demək olar ki, bugün aktual olan və əsas önəmli problemlərdən demək olar ki, birini əhatə edir və bununla bağlı maarifləndirmə görüşüdür. Mən layihənin adını demək istəyirəm. İnsan alveri ilə mübarizə, insan hüquqlarının müdafiəsidir, İctimai Maarifləndirmə Kampaniyasının təşkil edildiyi layihədir. Təbii ki, layihə haqqında İctimai Birliyin sədri Fariz müəllim ətraflı məlumat verəcək, həmçinin hüquqşünasımız ətraflı şəkildə mövzu haqqında, layihə haqqında sizi maarifləndirəcək, sual-cavab qismində olacaq, diskusiya qismində olacaq. Hər hansı bir bununla bağlı, təbii ki, elə bir mövzudur ki, sualsız olmaz, elə bir mövzuya toxunulub ki, həqiqətən mən düşünürəm ki, hər kəsin bununla bağlı bizim hüquqşünasımıza, vəkilimizə sualı olacaq. Layihə dediyim kimi, mən öncə deyim ki, biz komitəmiz adından, mərkəzimiz adından sizə minnətdarlığımızı, təşəkkürümüzü bildiririk ki, həqiqətən Saatlı rayonu da, yəni ölkə üzrə bir neçə rayona salınıb ki, onlardan biri Saatlı rayondur. Saatlı rayonda, yəni bunu keçirməyi, bu haqda maarifləndirmə, əhali maarifləndirməsini öz əlinizə götürmüsünüz. Bir daha xoş gəlmişsiniz, təşəkkür edirəm hər birinizə. Sizə təşəkkür edirəm öncədən. Hər hansı bir sualınız olarsa, təbii ki, söhbət əsnasında, layihə əsnasında ünvanlaya, vurğulaya bilərsiniz, hər hansı bir fikriniz olarsa. Çox sağ olun. Buyurun, Fariz. İlk öncə hər birini salamlayıram. Bu layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının Dövlət Dəstək Agentliyi tərəfindən maliyyə yardımı ilə Hüquqi Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin əsas tərəfdaşı Ailə, Uşaq, Qadın Problemləri Dövlət Komitəsidir ki, birbaşa olaraq onların dəstəyi nəticəsində həmin komitə mərkəzlərinin həyata keçirilir. Biz 6 rayon nəzərə almışıq. Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, İsmaili və Qəbələ rayonlarında həyata keçiriləcək və sonunda Bakıda artıq bağlanış olacaq yeni. Ona görə də ilk öncə də birinci komitə ilə təşəkkürümü bildirirəm ki, bizə dəstək olduğu üçün bu məsələdə. Layihənin adı İnsan və Mübarizə, İnsan hüquqlarının müdafiəsidir. Təbii ki, biz insan hüquqları deyəndə ilk öncə cinsi istismar nəzərə başa düşülür, amma bunun insan hüquqlarının müxtəlif formaları var. Bir formalar əmək istismarıdır, uşaq dilənçiliyidir, hansı bir bizdə hansı problemlər rastlaşırıq. Ona bağlı da biz indi bizim təlimçimiz də Namiq müəllimdir, Vəkillər Kollegiyasının üzvü də ətraflı ona bağlı məlumat verəcək. Mən ümumiyyətlə layihə ilə bağlı bildirmək istəyirəm ki, layihənin əsas məqsədi bu proses Azərbaycanda, düzdür, Azərbaycan birbaşa insan belə bir ölkəsi olmasa da, amma ki, bu tranzit ölkə kimi daim buradan keçid olunur. Digər dövlətlər, istər Türkiyə olsun, istər Rusiya Federasiyası olsun və eyni zamanda bu əmək miqrantlarına bağlı, hansı ki, Rusiyada başqa dövlətdə Azərbaycanlıların məcbur olaraq əməyə cəlb olunması halları aşkar olunur və onların birbaşa Azərbaycan deportları Azərbaycan ölkəsində həmin şəxslər və cinayətçiləşdirilmə və onların hüquqlarının müdafiəsi olunur. İnsan hüquqları ilə buna bağlı Daxili İşlər Nazirliyinin İnsan hüquqları qarşı mübarizə baş idarəsi var ki, mən özüm həmin İnsan hüquqları qarşı mübarizə baş idarəsinin komissiyasının üzvüyəm və uzun illərdir ki, insan hüquqları üzrə də təlim keçirəm. Əsas məqsəd bizim təlimlərimiz peşə məktəblərində 10-11 siniflər, hansı uşaqların buraxılış zamanı olur ki, həmin gənclər ki, hansı xarici ölkədə iş axtarı, iş üçün müraciət edirlər və onların iş axtaran zaman onların belə götürülür, aldadılıb iş adı altında digər ölkələrə aparılması bugünkü gün faktlar var, digər ölkələr, istər Türkiyə, istər digər qonşu respublikalar, dövlətlər olsun. Ona görə də bu layihənin zərbəti ona irəli gəlir ki, bəli, bugünkü gündə insan hüquqları mahiyyətini çox insanlar belə götürəkdir, anlamayaraq, əsas potensial insan hüquqları, məsələn, işsizliyin də burada əsas rolu var insan hüquqları üzrə və yaxud da ailədə məsələn olan sosial problemlərə və ailə daxili problemlər, məsələn, bunu bir belə götürək, erkən nikahın qarşısının alınmasına bağlıdır, isə uzun illər layihə mübarizə davam edir və bu erkən nikahdan da bu insan hüquqları artıq bir addımdır. Bu da artıq bir
çox yollar var. Ona görə də bu layihənin əksər məqsədlərindən biri də ki, bu insan verilərinə məruz qalan insanların hüquqlarının müdafiəsinə bağlı maarifləndirmə işinə aparılır. Çünki siz hər biriniz bir dövlət müəssisəsində çalışırsınız. Nə qədər sizə maarifləndirmə olar, siz də gedib başqa bir yerdə bunu digər vətəndaşlara, digər insanlara çatdırırsınız. Bu sahədə hələlik mən məsələn söz verirəm bizim təlimçimiz Namiq müəllimə. Yəni mən özüm də yenə sual-cavab digər mövzularda özümlə qatılacağam Namiq müəllim. Buyurun. Çox sağ olun. Hamınızı salamlayıram. İnsan alimləri deyənlər nə başa düşürük? Ümumiyyətlə, bütün dünyada tüğyan edən bu problemlərdən biridir. Bununla bağlı Azərbaycan Respublikasında burada da qanun qəbul olunur 28 iyun 2005-ci ildə. Qanunun məqsədi Azərbaycan Respublikasında insan alimlərinə, profilaktikasından insan alimlərinə qarşı mübarizənin hüquqi və təşkili əsaslarına, habelə insan alimləri qurbanlarının hüquqi vəziyyətini müəyyən edir. İnsan alimləri qurbanlarının müdafiəsi və onlara yaradılmış məsələləri tənzimlədir. Demək, insan alimləri deyəndə, hörmətli faizlər dedi, burada onun açılışı biraz genişdir də, yəni. İnsan alimləri, mən qanundan deyirəm ki, yəni ümumi əhatə eləsin hər şeyi. İnsan alimləri deyəndə birbaşa olar, yəni insan nə qədər əlçatan olsa, hansı bir hadisəyə bağlı daha reaksiya verirlərsə, o hadisənin qarşısını alır, yəni. Çünki bir gəncin belə götürək, bədbaxt olmasına yəni gözlüyüm var, artıq bu gələcəkdə digər gənclər həyatda məhkum edir. Ona istədik ki, biz siz dinləyək, istədik ki, sizin də hər hansı sualınız olsun. Çünki bu sahə maraqlı sahədir, ağır sahədir, cinayətin ən ağır sahələrindən birisidir. Belə baxanda adı insanlardır, amma onun öz ağır fəsadları vardır. Buyurun. Son vaxtlar göstərdilər, hərdən bizim qızlarını götürdülər, gəldilər, aparıb satmışdılar, 5-6 qız idi. Aldadıb aparmışdılar, güya ki işləyəcəklər, bilməyəcəklər, amma televiziyada zaten da verdilər, bunlar gətirdilər, o qızları aldılar, onların əlinə gətirdilər. Hətta məsələn, onların başçıları qadın idi, onlar da doğdu, toxanırdı. Sayda da paylaşırlar, neçə dənə qadınlardır, insan insan alimlərinə məşğuldular. Son vaxtlarda dedilər, uşaqlar deyirlər ki, bizim bu kəndimizdə maşın dayanıb, uşağı, məktəblərə gedən uşağı belə tuturlar ki, gəl otur, sən tanıyır, anı tanıyır, sən mən tanımadım, belə buna. Uşağı nə billah deyirlər, məktəbdən gedən uşağı. Uşağı 30-da uşaq, yəni şey olub da, aktiv uşaq olub. Yəni, belə pasif uşaq olsaydı, bəlkə də oturaq gedərdi. Yəni, belə bir hallar baş verir. Çox dallar, çünki insan sosial problemi ağır bir şərait yaşanırsa, insan təbii ki, daim axtarışlı, iş axtarışlı olur. Çalışır ki, yaxşı yerdə əmək haqqı olsun. Amma əfsuslar olsun ki, belə bir dələduz şəbəkələr var ki, hansı xaricdə, bir ölkədə, məsəl üçün, onlar hər hansı bir elektro-texnika inkişaf edir ki, ölkə onun xaricdə olur. İnsanı aldadaraq, məsəl üçün, hər hansı bir xarici dövlətlik iş adı altında yüksək vədlərlə insana cəzb edirlər. Əsas ölkədən keçənə kimi. Bu ölkədən, burada keçdinsə, artıq o qurbanın şəklidir. Ölkə keçənə kimi nə imkan varsa, insan fikrini dəyişsə, qalırsa, problem olub, ən azından insana yardım oldu. Məsələ arasındadır ki, bu insanlar aparaq, təbii insan şəxsi həyatı, biz insanın şəxsi həyatına qarışmırıq, insan şəxsi həyatı var, insan şəxsi həyatına istəyən insan həyatı sürə bilər, onun şəxsi həyatı. Amma insanın o adı altında başqa bir dövlət istismar olunursa, artıq o birbaşa götürək insan cinayət sayılır və bundan pul qazanırlar. Həm insanın apardığını, məcbur olduğunu, bizdə insanlığının fahişəliyə cəlb etməklə insanlığı fərqli bir şeylərdir. İnsanlığı onun iradəsi zid olur, məcbur şəkildə. Hər hansı bir qapalı bir şəkildə, hərəkət istiqamət olmadığı bir şəkildə həyata keçirilən bir amildir. Amma bugünkü gün fahişəliyə cəlb olmaysa, artıq o inzibati xətalar məcəlləsində nəzərə alınır, artıq o bir ailə o da qanun pozuntusu, amma ailədir. O çünki o birbaşa olaraq onun hərəkət məhdudiyyəti yox. Çünki insan bir qurbanının əgər çıxışı varsa, hardasa, insan qurban sahib, məsələn, tutaq əlində mobil telefon var, hansısa tutaq onun kiməsə çıxışı varsa, artıq o məcburi saxlanılma deyil. İnsan bir yəni ki, əlindən hər şey alınır, məhdud sahib və yaxud da ki, şantaj alınır. Məsələn, kimisə onun bir hansı bir şəxsi həyatın neyəsə deyə kimsə əldə edir, məsələn,
ona əsasən onu şantaj edərək o yolu sövq edir. Artıq o amillər olmalı. Ona görə yəni bu ölkədə buna keçirmək həyatın çətindir. Çünki bizim ölkə qanunvericiliyinə görə həm də ki bizim hüquq mühafizə orqanları daha çevik, daha belə çox olduğu üçün onun ölkədə keçirməsi çox cüzi var. Müəyyən əmək istismar halları var. O da ki müəyyən rayonlarda aşkarlanır ki, hansısa tutaq ki, istər xarici vətəndaş ola bilər. Vaxtilə olub, Türkmənistan vətəndaşları azalığında olub, əmək istismarı olub, vaxtilə məsələn Rusiya vətəndaşları olub. Yəni bunlar bir 15-20 bunlar olub və yaxud da ki, indi hansısa tutaq ki, bağ yerlərdə, Bakı bağlarında məsəl üçün kimisə məcburiyyətlə əmək istismarı halı tək-tük ola bilər. Amma sırf cinsi istismarına bağlı ölkədə isə bu faal yoxdur, çünki məcburi qapanma yerində ola bilər şeydir. Hotellərdə və barlarda olan hadisələr isə onlar artıq baş olaraq Cinayət Məcəlləsinin digər maddəsi ilə fahişəli cəlbətmə maddəsini tənzimləməyə. Ona görə bunlar keçirilir Azərbaycandan kənar bölgədə. Artıq məcbur olaraq Azərbaycandan kənar çıxarırlar ki, insanların bizim hüquq mühafizə orqanına əli ora çatmasın. Çünki sonra təbii ki, onun ölkədə deportasiya olmaq getməsi uzun bir proseslərdir. Amma ona ki, insan həyatı məhv olur. Siz həm də ki, bizdə Avropaya çox maraqlı gənc nəsil. Deyir, orada özgürlük deyir, məsələn, bizdə başqa bir şey, orada daha şeydir. Məsələn, 18 yaşından sonra söz yox, bizdə də deyirlər ki, artıq... Firuzə xanım, konserə ben söndürülür. Avropada bir başqadır. O artıq 18 yaş tamam oldu. O vətəndaş tamam başqadır. Yəni o çox da ailə baskı edəmir də o vətəndaşlar. Bu gender məsələ, mən gender məsələlərlə bağlı müddət çalışıram və eyni zamanda bu Avropadan gələn bəzi məsələn hüquqi belə götürək də İstanbul Konvensiyası var. Düzdür, İstanbul Konvensiyasını biz ratifikasiya etməmişik. Çünki Türkiyədə dövləti ratifikasiya etməyən bəzi dövlətlər var ki, orada müəyyən məddələr var ki, onu belə götürəndə hər bir dövlətin özü milli adətləri uyğunlaşdırılmalıdır. Hər bir konvensiya əslində məcburi deyil. Sadəcə olaraq onu, tutaq ki, məsələn, Avropa dövlətdə, Avropanın konvensiyaları var, BMT-nin konvensiyaları var ki, biz bunları ratifikasiya edən zaman biz özümüzün milli qanunvericiliyi uyğunlaşdırmalıyıq. Məsələn, ola bilər o maddələrin hamısı məcbur deyil götürməyə. Tutaq ki, 50 maddəsi varsa, onun 30 maddəsini götürür, o 20 maddəsini biz götürür, ratifikasiya edir. Çünki o bizim milli adətlərimizə uyğun deyil. Məsələn, bugünkü gün lisə deyən məsələlər, hansı ki, bir gün... Onunla maraqlı gedirlər. Məsələn, belə, bu azadlıqların verilməsi, bunların daha fərqli bir belə götürək gətirib çıxarır və onlarda məsəl üçün insanlar azadlıq deyəndə azadlıq o demək deyil, məsələn, onun yaxşı mənada. Təhsil azadlığı var, insan digər azadlıqlar var, məsəl üçün, məsələn, internet çıxıb bu insanların daha yaxşı şeylərdən istifadə eləsinlər. Evli dövlətlərini bildirim, bu internet var, yəni, bunun yaxşı bir şeydən istifadə çıxın dünya aləmində, amma niyə azadlıq deyəndə fərqli mənfi tərəfini fikirləşir insanlar? Çox var insanlar azadlığı fərqli tərəfini. Azadlıq o demək deyil ki, məsələn, insan istədiyi etsin. Digər insanın hüququnu pozma olmalı, insan öz hüququnu azadlığa olduğu digər insanın hüququnu pozma olmalı. Bunu çox insanlar anlamırlar, elə azadlıq verilsin. Deməli, biz, məsələn, Avropanın bütün maddələrini qəbul etməli. Əslində, asıl deyil, artıq uşaq mümkün zərərlər şəkarlaşdırmaq. Bu tərəfdən bir təzyiq var, ailədən məcburi. Onun düşdüyü mühitdə bir təzyiq var, artıq uşaq qalır iki ailə arasında. Uşağın həyatı məhv olur. Bizdə də bir psixoloji məcburi mərkəz yoxdur. Azərbaycan qanunvericiliyində. Yəni, kimisə məcburi psixoloji mərkəzi yönəltmək, o da yoxdur. Ki, qanun, məsələn, xaricdə bəzi mərkəzlər var ki, hadisə baş verən zaman dərhal götürülür, məcburi yerləşdirilir. Bizdə, məsələn, ya məhkəmə psixoloji ekspertizası var, o ancaq müəyyən hallarda başlayır. Amma ki, kiminsə məcburi olaraq 3 ay, 5 ay, 6 ay psixoloji reabilitasiya keçirilməsə, qanun bir məcburi yoxdur mərkəz. Dövlət mərkəzləri yoxdur, özəl mərkəzlərdir, qeyri-hökumət təşkilatlar tərkin olan mərkəzlərdir. Və yaxud da, məsəl üçün, tutaq ki, psixoloqun, məsələn, bir etap məcburi həyata keçirilməlidir. Ola bilsən, dəvət olunur, gəlmirsə, o məcburi getmə də olmur. Psixoloji mərkəz, o da yox, qanunvericiliyin məcburi getmə də yoxdur, cinayət törətlərimizdə. Ona görə də psixoloji mərkəzdə olmur, valideynlər daimi nəzarətin Ya, asudə vaxtın səmərəli keçirilməsi üçün, məsələn, bizim əvvəllər bir 2 il bundan qabaq, bizim rayonda işçilər tanışdır. Bizim gəzlər mərkəzdir yuxarıda. Önü gəzlər mərkəzdir. Bizim gəzlər mərkəzinin böyründə, sinində, bax, orada parkdır. Parkda uşaqlar siqaret çəkirlər. Mən görürüm ki, izlənirlər,
çəkiblər. Mən özüm dəfələrlə onlarla söhbətləmişəm ki, siz məndən gizlədirsiniz, özünüzü məhv edirsiniz. Valideynlər məsələn sizi əziyyət çəkir, zəhmət çəkirsiniz, siz bir vətəndaş olasınız da yaxşı. Onların gəzmə mərkəzinə əvvəl akşamlar edirdi. Mən onunla söhbətlədiyim. Elə oldu ki, akşamlarında bu parkda, o tində, bucaqda nə qədər uşaqlar var ki, siqaret çəkər uşaqlar. O hansını orada cəmlədi. Hətta hədiyyələr aldırdı, uşaqlar maraq olsun, gəlsinlər ki, o hədiyyələr qazanmaq üçün necə onları ora cəlb eləsin. O çox uşaqları demək olar ki, yəni hüsn edilir. Belə məsəl məktəbdir, bax bu tarif. Vaxtın harda keçir. Onun üçün belə yerlər düzəlməlidir ki, uşaqlar məsəl üçün ən azından asılı vaxtı bilirəm, idman məktəbi var, məsələn, rəsm qalereyası var. Yəni, əsasən də valideynlər uşaqları o rəsm qalereyasına göndərməsi daha yaxşıdır. Həm uşağın beyni inkişaf edir, həm pis şeylərdən uzaq olur. Bizdə nə qədər uşaqlar gəlir? Hə. Tətil vaxtında uşaqlar. Yəni, valideynlər də baş salmaq lazımdır ki, uşaqları maraqlandırmaq lazımdır, nəyəsə həvəsləndirmək lazımdır, uşaqları tərifləmək lazımdır ki, sən bunu bacararsan, sən bunu eləyərsən, artıq uşaq o istərsən, o yönə gedəcək. Uşaqdır da, nə deyirsən, ona inan. Hansı təbii yönəlsə? Uşağı sən tərifləyin söz yaxşısan, özün daha da yaxşıdır. Mən özüm oğluma bilsə evdə nə istəyir, deyirəm, aferin oğlum, nə gözəl bilsən bu eləmişsən. Görürəm ki, məsələn, ondan da birini artıq Təbii, uşağı motivasiya. Yəni, uşaq olur, uşağı həvəsləndirməli, uşağa ümumiyyətlə yönləndirmək lazımdır, pis şeylərdir. İstərsəniz orada, məsələn, 5 uşaq olmuşdur, 6-cında o şey gətirir. Ki, gəl, qəsən də çək, görün necədir. Yəni, özümüz də yaratmalıyıq bu uşaqlara köməklik eləmək lazımdır ki, artıq o uşaqlar böyüyəndə əlbəttə o qurbanlıq olub gedir. O bizə ziyandır. Bax, bugün bir uşağın cinayəti olması məsələsində rayonda götürür. Sabah kimisi evi, ailəsilə baxır. O bir uşaq ki, məsələn, cinayətlər böyüyürsə, baxın. Hətta bir nəsli belə o şikəsləyə bilər. Digər məsələn, ailənin bütün nəsli sıradan çıxar. Bəli, bəli. Niyə etməksə? Ona görə yəni, sizin sözünüzdə hər bir valideyn, məsələn, öz uşağı üzərində bütünlər dayanmalı. Məsələn, Bakı yerində, bax, məsələn, onun isə oğlum var da, ki, baxırsan ki, tutdu var, neyinəsin? Bıraxıram şeyə, deməli, 10 gündən bir rəhqəb alır. Həbs pul oynayırlar. Daha sonra ki, çünki niyə? Başqa bir yoxdur, məcburam ki, çıxarsın orada eynə işçisin deyəndə. 4 divar içində nə qədər oturacam? İstərsəməz, yəni futbolla müəyyən şeylər başını qarışdırır. Ona görə çətindir uşaqlar, böyle asılı vaxtdan, bir maraqlı yox uşaqlar, məsələn, yaradılsa da uşaqlar bir dəqiqə, bu internet, telefon asılılığı belə yaranıb ki, evdə məsələn 7-8 sinifdə oxuyurdunuz, mən telefonu ala bilməm, mənə damlı ilə cəmaata nəsiyyət verirsə, özün gəlib uşağın nəsiyyətini ala bilmirsən. O da mən evdə mama mənə damlı deyirəm ki, vallahi mən bu zamanı deyişim, asılılıq yəni. Yox, yenə də uşağın diqqətini başqa yönə çəkmək lazımdır ki, uşaqlar bizim gələcəyimiz. Təbii, mən sənə Uşaqlar bizim gələcəyimiz. Bizim gələcəyimiz yaxşı olsun deyimi, biz o birinci uşaqlardan başlamalıyıq ki, bu insan hali verir deyilsin. Təbii, çünki onlar böyür. Bəli, bizim ailədə zorakılıqdır, onlar böyüyəndə ailə həyatı. Bir dənə zəhmət onu danışaq. Ailə qruplar artıq onlar kim istəyir oğlan hansısa bir, kimisə ailənin məsələn qiymətli qızın həyatını məhv istəyir, hansısa bir oğlan qiymətlidir, məsələn, hansısa bir qızdır, gəlir, məsələn, baxırsan valideyni belədir, amma bilmək olmuş ki, onun uşağı o valideyni kimidir. Təbii, hər bir uşaq ailənin... Yine bir şeylərdən ailə münaqişəsi olur, boşanmalar olur, məsələn, onların uşaqları olur, ortalıqda qalır, elə uşaqlar küçələrə düşür, elə qadınlar olur, istəyir. Ondan yaranan prosesdir. Təbii, uşaqlardan əsas uşaqlardır, əsas... Uşaqlar gələcəyin abidə anası... Məsələn, məktəbdə də belə bir tədbirlər keçirməsi daha yaxşıdır ki, uşaqlar məlumatlansın. Məsələn, bu uşağa dedik, gəl otur, sən Arturu tanıyıram. Həqiqət olub, bu təzəmacalar olub, bir 2 ayda olub, bizim Nərman kənddə olub. Ağ rəng maşın imiş, hətta dedilər ki, rəngidir uşaq, ağ rəng maşın olur. O uşaqlar bir istifadə edirlər, məsələn, insanlar cinayətin belə milləti olmur da, insan
cinayətkar olursa, o hər bir məsələn yollar, məsələn, hansı ehtiyac üzrə gedir. Məsələn, bu gün uşaq olsun, böyük olsun. Ümumiyyətlə, uşaq gələcəyin əsas uşaqdır. Uşaq üzərində biz ona hər sərmayə uşağa bölüm təhsilinə ki, normal bir cəmiyyətə inteqrasiya edəyənlər. Buyurun, siz nəsə demək istəyirsiniz? Mən də Facebook səhifəsində ona qədər qadın uşaqları aldadıb aparmağını, o rəsmə gəlib, o qadınların şəkillərində orada göstərirlər, telefon nömrələrindəki bizim əlaqə, bunları belə qadınlar hansıza rast gəlsə bizim məlumat verir. Uşaq Nazirinin saytında bu Ona qədər qadın paylaşım oldu. Mən baxdım da... O qadınlardan tutmuşdular, nə informasiya verilmiş? Bizim nə qədər Azərbaycanlar adlarını gördüm, Azərbaycan qadınlar idi, axtarışdadır. Daxilşanar səhifəsində, axtarış bölməsində görürsən ki, bizim Azərbaycan qadınları, məsələn, hansı ölkədə axtarışdır. Təbii ki, onlar da vaxtında belə götürür. O uşaq doğulanda uşaq günah olmur. Uşaq doğulanda, məsələn, seçim eləmir ki, gələcəkdə cinayətkar olacaq, həkim olacaq, ətrafı kimsə olacaq. Onu da düzgün istiqam. Müsbəti nədir? Təhsil. Onları yaxşı belə yerlər, məkanlar düzəltməlidirlər ki, o uşaqlar olmaz. Ben o deməkdir. Müsbəti getirmir. Orada uşağa insana qiymət var. Müsbəti getirmir. Bax, təhsili getirmir. Müsbət təhsil var. Dili getirmir. Mənfi şeyləri bugün biz getiririk. Mənfilər nədir? Narkomaniyadır mənfiləri məsələn getirilir. Mənfilər məsələn bugün hansısa bir əxlasıza cəlb etmədə olan getirir məsələn üçün. Onlar internetdə məsələn üçün, onlar hansılar mənfi şeylər yüklənib gəlir bura məsələn. Müsbət, çox müsbət yerlər də var. Amma müsbət yerlər gəlmir. Biz ona gedib orada görürük müsbət yerlər məsələn. Millət olaraq mənfiyə meyilliyiz. Yox, tək biz deyilik. Mən sizə deyim, ümumiyyətlə götürəndə insan var, mən psixolog deyəndə, uşaqların psixologla yaxşı olur. İnsan daim mənfiyə doğru gedir. Bu insanın, mən deyim, psixoloji deyəm ki, sadəcə olaraq insan harca yox varsa, qadağa varsa, həmçə ona doğrudur. Dünyanın hər bir yerində elə. Sadəcə o qadağanı bizdə prosta qadağa deyilir, başa salmırıq. Məsəl üçün də. Amma normal sivil formada onu başa salsan ki, bu niyə olmaz? Səbəb, məsəl üçün, bəzi dövlətlər var, üstəl Rus olsa, digər dövlət uşaqlara anlatırlar ki, bu niyə olmaz? Amma biz şapalarını anlatırıq. Bu olmaz. Axı, bu olmazı onu anlatmaq lazımdır. Bu bilməli ki, bu niyə olmaz? Və ona doğru gedilməlidir. Amma biz sonra tətbiq etdikcə, yəni olmaz yəni, o səsim yenə ona doğru gedəcək. Görün, nə maraqlı, niyə bu ona doğru gedir? Həyatda hər şeyin qarşısını alması sevgidir. Sevgi, yaxşı məqama gəlir. Məktəbdə sevdirməyə lazımdır. İnsanlar məktəbdə sevdirməyə lazımdır. sevgi olmayanda insan Devlət olaraq da. sığınmayı yaratır. Devlət olaraq da, devlətimiz olaraq da. Bizim uşaqları ekskursiyalar düzəlsə, məsələn, uşaqlar gedib vətənimizi görsələr, gəzsələr, artıq o uşaqlarda vətənə sevgi yaranacaq. Ailədə gələcək, başqa bir şeylə getdiyi, gördüyü yerlərdən danışacaq. Məsələn, necə vətənpərvərlik kimi belə tədbirlər keçirilir, uşaqlar vətənpərvər böyüsün, vətəni sevsin. Yəni, hələ bir şeylər yaranmalıdır ki, bu şeylərin qarşısının alınması üçün. O yaxşı məqam olur. İnsan alverir qurbanlar, insan alverir kateqoriyasına bir daxildir. İnsanın vəziyyətindən istifadəsi, sığınma. Bugün məsəl üçün insan evdə sevgini tapa bilmirsə, bir insanın sığınmağa yer axtarır. Əfsuslar olsun, sığındığı yer onu hansısa bir mənfi yerə getirib çıxarır. Bir insan məsələn, o ailədə olsun, fərqi yoxdur, problemi var, insan ailədən uzaqlaşır, bir normal bir... Məsələn, Ruslarda, xaricdə, Avropada bir pastel deyirlər, məsəl üçün, görürsünüz, gedir, o sığınır və problemini danışır. Və insan onu, qarşıdan o problemi yüngülləşir də insanda. Bizdə o yoxdur format olduğu üçün. Biz məsəl üçün, məcburun kiməsə sığınar, o insan da onu ola bilər, su-istifadə edir onun vəziyyətindən. Həyatında sevgi olmayan xanımlar var, məsələn, evdə qızlarımız var. Məsələn, fikirləşir ki, mən hansısa ki, oğlan ona sevgici eləyir, amma elə saxta çıxır, ha. Çoxu o saxtalığına, onu əzizləyir, onu ələ alır, deyir. Atadan, anadan o nə var, görməyib, deyir mi? Artıq o qız ona inandı, o ilə də onun həyatı məhv oldu, yaxud da onu elə eləçində də var. Sonra ailə qururlar, məsəl üçün, öz evindən sevgi tapılır.
Deyir ki, ən azından gedərəm, ailə quraram, özüm o aləmdə sevirəm. Amma gedir, sonra peşman olur. Bir aralandı. Uşaqkən gedir, sonra peşman olur. Kəndiyədən çox belə bir şey var, adım var ki, aralandı birini atlamaq. Qohumlar arasında yəni düşəşmişlər bir-birinin uşaqlarını atlamaya deyil. Bu da var. Məsələn, iki gənc 5 yaşında birinin adlıyla uşaq 20 yaşında təfəkkür dəyişiklik məsələsi var. O çox qohumlar arasındadır. Qohum evliliğindən olanlar. Artıq sən yadı tanımırsan ki, ona bu var idi məsələn. Keçmiş yaxşıydı. Ailədə 10 uşaq olsaydı, valideyn 10 uşağa o sevginin hamısını paylamırdı ki, indi 2 uşaq olur, 1 uşaq olur, o sevgini ona bağlayır. Əvvəlki ailələrə nisbətən, indi valideyn daha çox sevir uşağını. O vaxt uşağı sərbəst buraxırdılar. O sərbəst buraxırdılar, amma heç 10 nəfər uşağa nəzarət edə bilmirdi. Ana da kolxoza gedirdi, əkin əkirdi, ata işə gedirdi. 10 uşaq sərbəst olurdu, amma tərbiyəli idi. Çünki mühit tərbiyəli idi. Çünki zamanə tərbiyəli idi. O uşağın hamısının işi də var idi evdə. Mən ona gəlmək istəyirəm. Çünki indi işsizlik idi. Rayon şəhərə baxmıyor, şəhərə axı nə üçündür? Şəhərə axı nə üçündür? Çünki burada iş yoxdur. 20 manat işləyir, 15 manat işləyir. Onun yarısı arendaya gedir, icarəyə gedir, kirayə. Çox sevgi də əvvəllər ki, əzizləmə də çox, əzizləmə də pis gəlir. Heç 10 uşaq var idi. Hamısı biri ev paltarını geyinir. Biri geyinməz. 2 uşaq var. Valla keçmişdə maşına geyinir. Mən elə danışırdım ki, vannanı qoyurdum, uşaqlar otururdu onun içində, atırdı onlara baxırdı. Sosial şəbəkə, internet çıxışı var. O evdə uşağım deyir ki, mən 14 yaşında patroz tutam. Çünki internet var, əvvəl yox idi, o hamama tutub, uşaq görünü yox idi, çıxırdı kənd həyatı, düzdürmü? Uşağın bir şəhərə deyək, urbanizasiya gəlir şəhərə, oxumağa, təhsilə gələndə fikri dəyişir, universitetə gələndə. 23 yaşa kimi bir gənc qız kənddə formalaşırdı. 23 yaşından sonra universitet daxil edir, universitet həyatı deyil. İndi isə 5 yaşından insan dünyanın formalaşır, çünki internet əlindədir. Yəni sən İnternetdə də yaxşı cəhətləri var. Məsələn, elə hanımlarımız, qızlarımız vardır ki, bizim örf adətimizə görə süfrə açmağı bilmirdilər. Məsələn, bizim milli xörəkləri pişirə bilmirdilər. Artıq internetdə yazırsan, neçə qram yazırsan, hamısı orada. Yəni, Allah şükür, hansı bir ailəyə evi görür, qəşəng süfrələr açırlar. Məsələn, satardı, yukarıda, hara bilmirdilər, artıq oğulardı bilmirlər. Yəni, bizim siyas, o birisi xarici ölkələrdən bizim məsəlçilikçilər eyniləşir ediyorlar. Prosto fəsadlar olur. 15 dəqiqə, 10 dəqiqə Bir məsələ ilə bağlı sizdən cavab almaq istəyirəm. Bir icazə. Yəqin ki, buradaşları narahat edən, əslində burada qonaqlarımıza narahat edən əsas problemlərdən biridir. Hamımız da ki, sosial mediadan istifadə edirik. Siz bayaq vurğuladınız o cinsi hazırlarla bağlı. Bu cinsi hal-hazırda ümumiyyətlə qadınlardan da çox bu, yəni kişilərdə də cins dəyişdirmədir, ümumiyyətlə bu yola sövq etmədir. İnternet vasitəsində günü-gündən artır. Əvvəl bir neçə nəfər idi, indi doludur. TikTok ümumiyyətlə sərbəst şəkildə həqiqətən bunu təbliğ edirlər. Bu əgər xəstəliyi sübut olunmasa, siz dediniz 12 yaşa qədər məsələsi. Bunun xəstəliyi sübut olunmasa, ümumiyyətlə bilinsə ki, bu öz, yəni necə deyim, zövqünə görə, keyfinə görə, ümumiyyətlə nəyəsə tərbiyəsizliyi təbliğ edir. Bunu təbliğ etmək məqsədi ilə bunu yayırsa, özünə insanlar cəlb edirsə, ən çox da ki, indi hal-hazırda oğlan uşaqlarımızdır. Yəni bu gələcəyimiz mənfəət doğru gedir də, yəni gələcəkdə ailələr artıq olmayacaq, bu gedişdən olmayacaq. Həqiqətən cins dəyişdirən, yəni bundan nə ailə olacaq? Olmayacaq həqiqətən. Hətta özləri o vəziyyətə salırlar ki, demək olar ki, biz onu ayırt eləyə bilmirik ki, bu qadındır, yoxsa kişidir. O dərəcədə mədənilər, o dərəcədə. Yəni bu qanunvericilikdə bununla bağlı hər hansı bir cinayə məcəlləsində, ümumiyyətlə də bununla bağlı hər hansı bir qanun varmı? Ümumiyyətlə bunlara qarşı hər hansı bir təbliğat işləri necə aparmaq olar ki, bunların qarşısı alınsın? Əvvəl, məsələn, bu ən çox da deyərdim ki, mən sosial bununla bağlı həqiqətən sərbəst şəkildədir, tam olaraq sərbəst şəkildə TikTokda bütün günü bu təbliğ edirlər. Bunun yəni biz qarşısını necə ala bilərik?
Çünki hər birimizin ailəsində oğlan uşaqları var, hər birimiz bundan narahatıq. Uşaqlar da bütün gün o internetdədirlər, bütün gün sosial şəbəkədən istifadə edirlər. İstər-istəməz görürlər ki, biraz da bir müddət sonra onların gəlirləri yüksək olur. Məcburən ona meyl edirlər, asan yola qaçırlar. Düşündük ki, görə, mən yenə də deyirəm ki, keçən il Rusiyada idim. Həmən orada o kimi şəhərdə, o İraqda adama rast gələndə onları cəriməliyirlər. Putin qərar verir. Elə ona görə soruşam ki, görün bununla bağlı bizdə nəsə varsa, yəni qanun vericide var mı? Yəni hər hüquqşünas olduğuna görə Onların evliliyi hətta Yox, bax, bizdə məsələn, mən buna bağlı, bir ölçüdə mən buna bağlı Kərnava Audiovizual Şurasına görüşüm oldu. Audiovizual Şurada mən bu, hətta bizim şəhərdə də bu bayram nurunu, digərlərin təbliğına bağlı mən fikirlərimi bildirdim ki, ayıqdır. Media agentliğində mən görüşüm oldu, Əhməd müəllimlə və Audiovizual Şurasının görüşüm oldu ki, fikirlərimi bildirdim ki, bu təbliğ olunur sosial şəbəkələrdə və yəni bunun qarşısını alması üçün hətta səhnəciklərdə belə məsəl o insanlar buyururlar, adlarını çəkirlər, təbliğ edirlər məsəl bunun qarşısını alması o bildirdi ki, bizim qanunvericilikdə məsəl üçün özəl kanallar məsəl üçün, özəl kanallarla bağlı məsəl üçün, hər hansı bir o cür tədbirlər keçib bizim qanunvericilik konkret belə bir şey yoxdur ki, yəni ki, hansı qarşısını alınır, siz deyən məqama da gələndə isə bəli, bizim qanunvericilikdə onun belə götürəklər, düzdür, əxlaqsız belə götürək, nəyəsə yayılması ayrı bir mövzudur, amma sırf LGBT ilə bağlı isə yeni, qanunvericilikdə qadağa bu dəyər yoxdur, düzdür, profilaktik tədbirlər həyata keçirilir, məsələn ki, maarifləndirmə tədbiri həyata keçirilir və yaxud da ki, insan məsələn küçədə onu həyata keçirirsə ona qədər. Şəhərə maşınla göndərəm, niyə? Çünki baxırsan ki, dərs keçmir ortadan, yoxdur, keyfiyyət yoxdur. Bəli, məktəblərin birbaşa rolu var, kim nə deyəcəksiniz? Valideyndən çoxdur. Bugünkü gün qanun qəbul olunmalıdır ki, məktəbə telefon buraxılmasın. Amma bizim dövrü... Yəni, o əslində onu da təsvir elədi. Təsvir çeşit onlayn sinimə, məcbur oldu hər bir valideyn uşaq. Məsələn, mən işləyəm, məcbur uşağa telefon alıb verirəm ki, alıb verirəm ki, uşaq dərsi geçsin. Mən nə biləm, uşağa telefonu verirəm, uşaq evdə bir saat dərslə məşğul olur, qalan vaxtı mənlə məşğul olur. Dərs başlayacaq, müəllim dərs müəllimi, sinif rəhbəri tapşırıq vermir, deyir gelin atacam qurda. Atacam qurda kimdir? Bəli, bütün də hamısını bozan elə təhsil. Amma problem olur. Əvvəllər bizim oğullarımız, qızlarımız ali məktəblərə daxil olurlar. Hətta elə sinif var, demək olar ki, oradan 5-6 uşaq gəlmə olur. Dərsi tutarım, dərsi yerin deyir, tərəfi gətir, qaxırdı. bitirək deyək sonra da hara dursunuz? Çox sağ olun hər birinizə bu hissə vaxtda vaxt ayırımıza gəldiyiniz üçün dəyərli vaxtlarınızsınız, hər biriniz minnətdarlıq bildirirəm. Bunları hamısı minnətdarlıq bildirirəm ki, bizi qonaq həmişə qonaqlarla qarşıladınız. Komiteylə həqiqətən böyük təşəkkür bildirirəm. Başda Baxar xanım olmalılar. Bu layihənin icrası Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları və təhsil agentlərinin həyata keçirilir. Burada qeyri-hökumət təşkilatları dövlət təhsil agentlərinin rəhbərliyinə də təşəkkürümü bildirirəm ki, belə maarifləndirmə layihələri tez-tez icrasına start verilir. Və bir daha da hər birinizi çox sağ verirəm. Buyurun. Çox sağ olun. Biz də sizdən razı qaldıq, sağ olun. Diskusiyalarda qoşulduq. Mən yenə də deyirəm, bu bir maarifləndirici proqramdır. Çünki hər şey informasiya qıtlığından yaranır. İstəyir insan adlarından qalsın, deyək ki, kimlərsə işlə bağlı haldadır, institutla bağlı dəqiqə icraatımızda işlər var ki, bir də ağlabatanlıq deyilən bir şey var burada. Biri bir təklif edirsə əgər bunu 1 manat, əgər bunun bazarda qiyməti 3 manatdırsa, ona getmək lazım deyil. Biz bilə-bilə aldanırıq, gedirik. Yəni, bugünkü gün doludur, deyək ki, xarici ölkədə oxutmaqla ona türklər burs deyir də, pul vermək evdə, kiraya, ev tutub saxlamaqla bağlı. Yəni, belə problemlər çoxdur. Ona görə bir diqqətli olmaq lazım. Yəni, bizim özümüzdən çox şey asılıdır. Əgər qarşı tərəfin təsiri varsa 30%, 70% biz özümüz onlara tormaq. Ona görə də çalışmaq lazımdır, diqqətli olmaq uşaqlarla. Başqa çarə yoxdur. Əgər uşaq bizimdirsə, biz onunla məşğul olmalıyıq. Öz təsirimizdə saxlamalıyıq. İndi məktəb də bugünkü budur da, 100 zaten qədər edir.
Çox sağ olun. Sağ olun. Buyurun, günler hanım. Günler hanım. Rabia, çok sağ olun. Teşekkür ederim. Minnettarım. Teşekkür ederim. Çok sağ olun. O, kopya